ayına buna hər hansısa bir media qurumunda cavab versin. 25 min kvota müəyyənləşdirmisiniz, indi 42 mindir də neysə. Gəldi düşdü say, deyək ki 25 mindən aşağı. Bu sırf peşəsi taksi olan var ya. Aha. Onun maşının müddəti bitdi. İndi maşın deyək ki hələ 2 il var maşının kartının müddətinə. Bu adamın başqa işi yoxdur. Bu adam sırf işi peşəsi taksidir. Bunun başqa gəliri yoxdur. 2 ildən sonra vaxtı bitir, amma kvotadakı 25 mindir. 25 mindən aşağıda düşməyib. Bu necə gedib müraciət edib yeni maşını almalıdır ki 8 ildən köhnə də, təzə maşında almalıdır ki buna kart alsın da. Bu birinin bir bu necə gedib onu alacaq? Bunun adamın işi peşəsi taksidir. Sən həmin elə bir normal qayda belə bir formal olaraq deyirsən ki get yıxıl öl. Buna bir variant, bir çıxış yolu qoymayıblar da. Tam aydındır. Doğrudan fikirləşirəm ki bu adam belə bir dəfə şansı var da işləyəcək. Ondan sonra Bakıda işləmək üçün getdi də onun şansı. Mən tanıyıram, nə qədər adamı, yüzlərlə adam tanıyıram. Professional taksi sürücüsüdür. Professional deyəndə nəsə də bu adamın işi peşəsi taksidir də, bildiniz necə? Kartın müddəti bitəndə nə edəcək bu? Sən kvotana aşağı düşmüyor müraciət edəsin. Hələ düşsə belə bu müraciət edib onu ala biləcək, ala bilməyəcək, çatdıra biləcək ya yox. Çünki nə qədər də müraciət edir, orada sahibkarlar da olur. Ala biləcək ya yox. Sən adamı məhv edirsən, ya konkret yox edirsən adamı. Bir bitdi gözlə. Rəqəm düşsün aşağı. Düşsün aşağı, müraciət elə. Hələ sən onu çatdırasan, çatdıra bilməyəcəksən, o artıq başqa sualdır. Bunun da bir açıqlaması yoxdur.